Tamam. Bir dakika. Ha, görürsünüz məni. Deməli, Koderan vermişdim sizə. Gəlin onda Koderanın testlərinə baxaq. 3.3 vermişdim. Düzdür yoldaşlar? Kimin nəsə var desin. Nəyi? İkinci sualda, üçüncü sualda səhvlik var, məsəl cavabdır. Olmalı deyil yoldaşlar, orada səhvlik olmalıdır. Gözünü baxın. Aşağıdakı məlumatda, burada səhv idi, səhv etmirəmsə. Burada deyir ki, baytlarla. Deməli, neçəni çağırmalıyıq yoldaşlar? Sahil testləri yazmısan? Hə. 8 ayırmalıyıq. Burada cavab 5 çıxıb, düzdür? Cavab 2-dir. Üçüncü sualda yarım baytlarla deyilir. Deməli 4 ayırmalıyıq bunları. Deyir ki, yazıb yarım baytlarla kodlaşdırılmış, təkrarlanmayan simvolların sayını tapın. Yəni neçə? 3 dənəsi təkrarlanır. Baxaq bir dənə. 0 1 0 0. Bu var? Yoxdur. 0 0 10. Yoxdur. 10 10 var. Ondan 3 dənə. 0 1 10. Yoxdur. 11 0 1. Yoxdur. Bir dəqiqə. Burada təkrar. Hə, düzdür. Bizə nə deyir? Təkrarlanmayan simvolların sayını tap. 1 2 3 4 5 dənədir. Bəli. Y variantıdır. Sonra Mən 8-də bilməsəm. informasiya prosesi ifadəsi ASCII əlifbasına kodlaşdırılarsa, onun informasiya həcmini müəyyən edin. Sahil, necə yazmalıyam bunu? Mənim hər bir simvol bir baytdır. Aha. Hayır, öğretmenim. Ne kadar edir? 1 2 3 4 5 6 7 8 9 10 11. Boşluq 12 13 14 15 16 17 18 19 dənə simvol var. İndi neçə bayt eləyəcək? 19 bayt. Mən orada boşluğu saymamışam. Hə, yox, saymaq lazımdır. Amma dırnaqları nəzərə almırsınız, çünki yazıblar zaten. Hə, öyle. Sonra neçə? 11'e baxaq. Sonra məndə 33. 11. İnsan kimlər ifadəsini Unicode əlifba standartına kodlaşdırılarsa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12'ni kəvranda 24. 24. Cavab səhv çıxır. Burada səhv çıxır, bəli. S variantıdır. Sonra Sonra mənim 21. 20 kilobayt həcmi malik mətn informasiyanın hər bir səhifəsinin 64 simvol olmaqla 40 sətirdən ibarətdir. Mətnin neçə səhifədən ibarət olduğunu müəyyən edin. Bir dəqiqə. Hə. Sahil, düsturum nədir? Simvol bırak, sətr bırak, səhifə bırak, i. Aha. Bərabərdir nəyə? Bərabərdir. Möhtəzə içindəki bölək Sahil, həcmə bərabərdir. Həcm. Bu düstur həcmi tapır da. Sətr vur, simvol vur, səhifə vur, i bərabərdir həcm. Aydındır? Aydın. İndi 64 simvol deyir. 64 küsdə 6'dır. Vur olsun. 40 sətr. Vur. Səhifəni soruşur. Vur x. Yəni səhifəmiz yoxdur x. ASCII sistemi deyir deyə 1'ə vuran 1 bayta. Bərabər. Həcmi nə qədər verib? 20 kilobayt. İndi burada mən 1 bayta vurdum. Həcm kilobaytla. Deməli kilobaytı nə çevirməliyəm Sahil?
Byte o bir həcm byte-dırsa byte-a çevirməliyik. Vururam 2 üstə 10-a. X bərabərdir. 20 vur 2 üstə 10 bölünsün 2 üstə 6 vur 40. 20 ilə 40 gedər, qalar 2. 2 ilə də 2 üstə 6-nı bir-birinə vuranda edir 2 üstə 7. 2 üstə 10 ilə də 2 üstə 7 gedəndə 2 üstə 10-u 2 üstə 7-yə bölürəm, edir 2 üstə 3. Yəni 8. Şu. Deməli 8-dən səhifə var. Aydındır? Anladım. 100%. Anladım. İndi bu tipli versəm eləyə bilərsən özün. Qoy bir dənə onun şərtini köçürüm müəllim. Köçürt. Üstə 6 simvoldur. 40 sətirdir. X səhifədir. Bir də ASCII-də bir simvol, bir baytdır. 20 də həcmdir. Həcmi zaten verib 20 kilobayt. Buradan X-i tapıram. Adi tənlikdir. Sonra 30-a qədər var. 30-a qədər. Yoxdur müəllim. 40-a qədər. 33, 33, 33, 34. 33, 34, 36. Nuray qoşula bildin sən? Bəli, Hə. aslında. 33. İnformatika ifadəsinin kodlaşdırıla biləcəyi ən minimal əlifbada maksimum neçə simvol ola bilər? Yoldaşlar, gəlin bunu sizə izah edeyim. Bu əslində özü də bir ayrıca mövzudur bu əsas anlayışların içində. Biz keçdik ASCII əlifbası, Unicode əlifbası, bir də qeyri-standart əlifbalar, yəni simvollu əlifba. Məsəl üçün 64 simvollu əlifba, 128 simvollu əlifba. Nuray, sən deyirən görüm 128 simvollu əlifbada bir simvol yaddaşı neçə bit yer tutur? 7 bit, ays olur. Bir də minimal əlifba deyə bir şey var. Baxın, bura belə bir 3 tip sual düşə bilər bundan. Yazıram ki, tənbəl tələbələr sözünün kodlaşdırılacağı minimal əlifbanı tapın. Bu olsun bizim... Bir dənə sayırıq elə. Bir dənə səbir olun deyəcəm indi. Gəlin bunun həllinə baxaq, sonra digər suallar yazacağım, həllinə baxacağıq. Deyir ki, tənbəl tələbələr sözünün kodlaşdıracağı minimal əlifbanı tapın. Yoldaşlar, burada nə ASCII var, nə Unicode var, nə də simvol əlifba var. Burada minimal əlifba var. Minimal əlifba odur ki, ancaq bu sözü kodlaşdıra bilsin. Всё. Başqa sözlər bizə lazım deyil. Ancaq bu söz kodlaşdırsın. Bu zaman nə edirik? Tənbəl tələbələr sözündəki müxtəlif simvolların sayını tapırıq. Neçə dənə müxtəlif simvolumuz var? Böyük T, Ə, N, B, balaca T, yox, L, üzr istəyirəm, L, balaca T, bir də R. Fikir verin, tənbəl tələbələr sözündə müxtəlif simvollar bunlardır. Böyük T hərfi, Ə, N, B, L, balaca T. Demişdik axı, ASCII cədvəlində böyük T hərfi ilə balaca T hərfi fərqlənir. Daha Ələri falan götürmürəm, çünki bir dəfə götürmüşəm. Balaca T, bir də R hərfi. Neçə dənə müxtəlif simvol etdi? 1, 2, 3, 4, 5, 6, 7. İndi mən tapacağım ki, 7 müxtəlif simvolu kodlaşdırmaq üçün mənə hansı əlifba lazım? Yəni, əlifbanın gücünü tapacağım. Bunu mən keçənlər söylətmişdim. Nə edirdik? 7-yə ən yaxın 2 istifadəni götürəcəkdim. 7-nin yanında, yəni 7-dən böyük və 7-yə ən yaxın 2 istifadə hansıdır? 2 üstü 3. Yəni 8. Deməli, tənbəl tələbələr sözünün kodlaşdırılacağı minimal əlifba 8 simvollu əlifbadır. Cavab olur 8. İndi yazıram ikinci sualı. Oy, bir dəqiqə. Aha. İkinci sual da bunun xalası oğlu olacaq. Yəni bunu kopyalayaq. Tənbəl tələbələrin sözünün kodlaşdırılacağı minimal əlifbada
Bu söz yaddaşda nə qədər yer tutur? Elə baxaq. Deyir, tənbəl tələbələr sözünün kodlaşdıracağı minimal əlifbada bu söz, yəni tənbəl tələbələr sözü yaddaşda nə qədər yer tutur? Baxın yoldaşlar. Zaten mən əlifbanı tapdım. Əlifba neçə simvollu əlifbadır? 8 simvollu əlifbadır. Bu sözün yaddaşda tutduğu yeri necə tapırdıq? ASCII-də 1-ə vururduq, Unicode-da 2-yə vururduq, düzdür? Və ya 64 simvol əlifba desə 6-ya vuracaqdıq simvol sayını. İndi burada da 8 simvol əlifba. Düsturumuz nə idi? N bərabər 2 i. I-nin yerində nə durub bizdə? 3. Deməli, tənbəl tələbələr sözündəki simvolların sayını 3-ə vuracaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 vur 3. Bu dedir 45 bit. Aydındır? Yoldaşlar. Tənbəl tələbələr sözünün kodlaşdıracağı minimal əlifba oldu 8 simvol əlifba. Tənbəl tələbələr sözünün minimal əlifbada kodlaşdıranda yaddaşda 45 bit yer tutdu. İndi mən sizə sual yazıram. Görün bunu özünüz tapa biləcəksinizmi? Bir dəqiqə. Hə. Bitişik yazıram. Məmməd Əzim Şirvani sözünün kodlaşdıracağı minimal əlifbada bu söz yaddaşda nə qədər yer tutur? Tapın görək. Bu sözü minimal əlifbasını tapın və yaddaşda tutduğu yer tapın həmin bu sözün. Yerdən heç kim deməsin cavabı. Mən də tapdım mənim. Tapdım benim. Hı. Sahil Nuray tapdınız? Bəli, tapmışam. Sahil tapmısan sən? Mən bir də bu sən Üsal Sahanlarından o başa düşməyəm, onu çağırmamışdım. Və bayaqda niyə sual vermirsən Sahil? Və mən ilk dərsdə nə dedim? Dedim nəyəsə başa düşməyəndə həmən sual verin mənə. Yatıb axırda deyirsən ki 3 bit hardan gəldi? Bunu əvvəldən denən də. Mən sənə sual vermişəm, dayanıb gözləyirsən məni. Bax. Tənbəl tələbələr sözündəki müxtəlif simvolların sayını tapdım. Oldu 7. 7 müxtəlif simvol var. 7 müxtəlif simvolun kodlaşdıracağı əlifbanı tapmalıyam. 7 müxtəlif simvolun kodlaşdıracağı əlifbanı tapmaq üçün 7-yə ən yaxın 2 istifadəni götürürəm. 7-yə ən yaxın 2 istifadə 2 üstü 3-dür. Yəni 8-dir. Deməli, tənbəl tələbələr sözünün kodlaşdıracağı minimal əlifba 8 simvollu əlifbadır. Bunu bildik. İkinci sualda deyir ki, bu sözün minimal əlifbada kodlaşdıranda yaddaşda nə qədər yer tutur? Biz zaten bu sözün əlifbasını bayaq tapmışdıq. 8 simvollu əlifba idi.
Sözün yaddaşda tutduğu yeri necə tapırıq Sahil? Denən görüm. Sözün yanında o sayır eləməliyim. Aha. Sayır sonra minimal alfabet sözün sözüne gidiyor. Onu da yani sayandan sonra da bir de ben bu üçü bilmem. Ben bunu söyleyeyim. Bildim, mən sənə başqa sual verirəm. Mənə denən görüm, Sahil sözü ASCII-də yaddaşda nə qədər yer tutur? Sahil. Böyle 5 askide 5 bayt yer tutur. Nətər tapdın o 5 baytı? 5 bayt arası yani 5 söz simvoldu. Bir bayt gördüğünde ben Aha, indi sənə deyirəm ki, tənbəl tələbələr sözünün yaddaşda tutduğu yeri necə taparsan? Deməli, eləməlisən. o sayıram ya ben bütün Aha, sayda, burada neçədən simvol var? bu ayrı olanlar da sayırlar. Ben hamısı değil. Hamısını sayırsan. Çünki nə olsun, ədən 1, 2, 3, 4, 5, 6 dənə ə var. Bunlar bayaq bir dənəsi bizə lazım idi. Burada amma hamısı yaddaşda yer tutur. 15 dənə müxtəlif simvol var. 3 də buradan gəlir də əlifbadan. ASCII-də 1 baytı, yəni 8 bitə vururuq. İndi burada da 7 müxtəlif simvol var deyə 8 simvol əlifba ilə kodlaşdırırıq. 8 simvol əlifbada da 1 simvol 3 bitdir. Çünki 2 üstü 3-dür. Ona görə 3 bitə vururuq. Aydındır yoxsa yox? Aydın ben oradaki gücü götürürük de bunu ona doğru. Əlifbanın gücündəki 1 simvolun həcminə vururuq. ASCII-də 1 bayta 8 bit hardan gəlir ASCII-dən? Denən görüm. ASCII-dəki o 8 bit. ASCII-də 8 bit ben yoksa yukarıdakini ASCII-də 8 bit var ya, 1 simvol 8 bit, yəni 1 baytdır. O 8 bit hardan gəlir? Birinci dərsdə, hə. simvolun gücündeki mənim. Aha, yəni Yani simvolun gücü ben 8 bitlik gücü var da simvolun. bildim. ASCII-nin gücü 8 deyil. ASCII-nin gücü neçədir? ASCII-nin gücü mənim. ASCII-də neçə simvol kodlaşdırmaq olur maksimum? Neçə? 156 simbol. 256. 256 200 nəyə bərabərdir? 256 204 208 İndi 8 bit hardan gəldi? simvolun gücündən mənə ASCII-dəki 256 simvoldan gəldi. 208 olduğuna görə 1 simvol 8 bit, yəni 1 baytdır. İndi burada da minimal əlifba 8 simvollar. Yəni bu 8 və o 8 eyni şey deyil. Prosta mən ASCII deyirəm 2/8 oldu. Bu 8 tənbəl tələbələr sözündəki müxtəlif simvolların kodlaşdıracağı minimal əlifbanın 8-idir. Və 8 simvollu əlifbadır bu artıq. 8 simvollu əlifbada da 1 simvol 3 bitdir. 15 dənə simvol vururuq 3-ə. Bu deyilir 45 bit. Aydındır? İndi bunu denən görüm. Burada sayı etməliyim. İndi o bir sayım. Mən 20 götmüşəm, ancaq saymamışamsa. Sahil, yenə deyirəm. Müxtəlif simvolların sayını tapırsan birinci. Əlifbanı tapmaq üçün tənbəl tələbələr sözündə tənbılırıtı müxtəlif simvolların sayını tapırsan ki, neçə dənə müxtəlif simvol var. Sən də bu sözdə birinci müxtəlif simvolların sayını tapmalısan. Hansı müxtəlif simvollar var? Bir dənə böyük mə, I, sonra Və D. əlini yeyirdin. Adam mən təkdir oxanım. Sonra M, D, Z, və dedim axı böyük hərflə kiçik hərf fərqlənir. Bu böyük ədir. Böyük əlində götürürsən. Z. Sonra I, M, böyük Ş, M var axı, M-nı bir dəfə yazmısan. Ş, R, V, A bir dənə N, bir də elə I mənim. Neçə nə müxtəlif simvol oldu?
14 dənə müxtəlif simvol kodlaşdırmaq üçün bizə hansı əlifba lazımdır Sahil? Bizə müəllim ASCII. 14 müxtəlif simvol kodlaşmaq üçün hansı əlifba lazımdır Sahil? 4 dəfə izah elədim yuxarıda. 4 dəfə bunu izah elədim sənə. Neyinirik? Ona ən yaxın olanı, yəni. Aha. Ona belə də ondan yuxarı. Onda da buna ən yaxın 2 üstü 4-dür mənim. Yəni 16 simvollu əlifba. Yəni 2 üstü 4. İndi əlifbanı tapdın. İndi bu sözün həmin əlifbada yaddaşını tapmalısan. Nə etməliyəm indi? Tüm hansı ki birlikdə götürür. Say. 2 üstü 4-dən vurur. Say. Bu yazmışdım mən. 19 dənədir yoldaşlar. Ha, müəllim, 19 sənə. 19-u vurasan nəyə Sahil? 4-dən mənim. 4-ə. 6 yazıram. 3 yadda 76 bit. Aydındır indi. Bəli mənim. Burada deyir ki, informatik ifadəsinin kodlaşdırıla biləcəyi ən minimal əlifbada maksimum simvol olar. Mətnlərlə görüm necə edirik? Müəllim, i-nin birini götürürük. Və burada böyük i hərfidir axı. Burada kiçik i hərfidir. Ha, yox, birin böyük i götürürük, birin balaca i. Bunun hərfini götürürük, f hərfini götürürük, onu götürürük, r-nı götürürük, bunu götürürük, a-lardan birini götürürük, t-nı götürürük, bir də f hərfini götürürük. Yəni bir dənə cəmi a təkrarlanır. Qurtardı getdi. Qalan heç bir təkrarlanmır. Yəni 10 dənə simvol oldu. Hansı əlifba lazımdır? 2 üstü 4. Yəni 16 simvollu əlifba. İndi 11 dənə nə deyir burada? Hələ o soruş. Hə, heç şey. 16 simvollu əlifba. Qurtardı getdi. Cavab olur A variantı. Aydın müəllim. Sonra 34-cü sual idi, 34 də eynidir də, o 36 başa düşmüş. neçə? 36. 36. 64 simvollu minimal əlifbada 128 simvol. Kimdir bunu verən 36-nı? Mən Nuray. Nuray, 64 simvol əlifbada bir simvol yaddaşı neçə bit yer tutur? Müəllim, 36-cı sual. Hə, mən 35-ə baxıram. Mətni informasiya Unicode standartından 1024 simvol əlifba standartına keçirilən zaman informasiya həcmi 180 bit azaldırım bilərək ASCII əlifbasına kodlaşdırılırsa informasiya həcmi istifadət olar. Buna baxın bir dənə. Nuray, gəl sual verim. Bir dəqiqə. Bax, buraya yazıram Nuray, düzdür? Soyadın nədir? Həsənli. Nuray Həsənli. Mənə deyən görüm. Bu ASCII-də nə qədər yer tutur? Unicode-da nə qədər yer tutur? ASCII-də 12 var. 24'da da 24 var. 24 nə? Byte. Byte. Sən mənə deyən görüm. ASCII-dən Unicode-a keçəndə həcmi nə qədər dəyişib? 2 dəfə. Yəni 12 byte artıb, düzdür? Bəli. Bəs Unicode-dan ASCII-yə keçəndə nə qədər dəyişib həcmi? 2 dəfə azalıb. Yəni 12 byte azalıb. 12 byte azalıb. İndi burada deyir ki, Unicode standartından 1024 simvol əlifba standartına keçirilən zaman informasiya həcmi 180 bit azalıb. Niyə? Çünki Unicode-da bir simvol neçə bitə vururuq biz Nuray? 2'ye. Yox, bit. O byte-landır. 2 byte-dır. Neçə? 8, 2, 16. 16 bit, düzdür? Hə. Ay, sağ ol. 1024 simvol əlifbada neçə bitə vururuq? 2 10'dur. 14. Neçə bitə? 16 yıldır. Yox, əzim, bax. Unicode-da 16 bitə vururuq bir simvolu, düzdür? Çünki 2 byte 16 bitdir. Bəs 1024 simvol əlifbada bir simvol neçə bitə vururuq? 8'er. Nuray, diqqətlə. 16 yap. 16 yap. Nuray, 1024 2 üstü neçədir? 2 son. Deməli neçə vuracaq? 16. 1024 2 üstü olursa 16-ya niyə vurursan? Ona vur. Aydındır?
10'a 10 bit. Və bizim düsturumuz nə idi? Hartley düsturu. 2 üstü i. İ'yə vurmurduq bir simvolu. 1024 2 üstü 10 deyil. Deməli ona vuracaq da. Unicode-da niyə 16-ya vurursan? Mən deyirəm görüm. 16536 idi. Yox, 65536 idi, 16000 yox. Ay, 65536 idi deyə sən bir simvolu 16 bitə vururdun. Aydındır? Ay, sağ ol. İndi nəyə vurasan? 10 bitə. İndi səncə həcm azalar, düzdür? Bəli. Çünki bayaq 16-ya vururdum, indi ona nə qədər azalıb həcm? 6. Yox, yazıb burada, nə 6? 180 deyil. 180 bit. İndi deyir ki, sən get burada tap ki, neçə simvol var? Bu simvolu ASCII-yə çevir. İndi biz hələ tapaq görək bizim həcmimiz nə qədərdir. Belə tapacağıq. Bir dəqiqə. Hə. 10. Yazacağam ki, mən 16 bitlə kodlaşdıranda mənim həcmim nə qədərmiş? X bitdir, düzdür? 10 bitlə kodlaşdıranda həcm nə qədər dəyişib? 180 deyil azalır. Deməli, x çıx nə olacaq? 180. Qutardı, getdi. 10x bərabərdir. 16x çıxılsın 2880. Çünki 16-nı 180-ə də vuram. Deməli, 6x bərabərdir 2880. 2886 bölünür neçə eləyir? Bir dəqiqə. 480. Deməli, x neçə oldu, Nuray? 480. Deməli, x hansı idi? Unicode-dakı idi, düzdür? 480 nə? Bit. Bitlə özdə. 480-dən Bizdə nə ilə istəyir? Bizdə nə ilə istəyir? az gəlir. Yox, yox. Burada byte-la istəyir. Görsən? Gələ isti byte-ə çevirək. 8-ə bölürəm, byte-ə çevirəm. Neçə byte eləyir? 60. 60 byte. İndi biz bunu nəydə tapdıq 60 byte-ı? Unicode-da. X çünki Unicode-da. Unicode-dan ay sağ ol. Unicode-dan ASCII keçirsən nə edirik? 2-yə bölürük. Qutardı, getdi. 30. Aydındır? Digər yoldaşlar, sizə də aydındır? Çünki bu tipli sual 100% qəbula düşə bilər. 100%. Yəni kodlaşma nazirdən bu tipli düşür özdə. Bundan sonra da testlər var. Görüm, o birisləri özünüz yaza biləcəksinizmi? Çünki bilirəm ki, bunu yazmamısınızsa, onları da yazmamısınız. Sonra 42 mənim. 42-yə qədər var yoldaşlar. 37. 7 mənim. 37. Mətin, sən 37-ni yazmamısan, düzdür? Gəl indi səndən bir yerdə eləyək. Cavab yox idi variantda, tapa bilmədim. Hə, cavab səhvdir, düz deyirsən. Cavab səhvdir. Mətin, gəl bir yerdə eləyək. Gəl səndən bir yerdə eləyək. Başla. Bir simvol 16 bitdi. Ay, sağ ol. 128 simvol əlifbada bir simvol 7 bitdi. Ay, sağ ol. 9 aldı. Aha, bu da fərqli bir fikirdir. Aha, 9. İnformasiya həcmi 180 bit azaldığını bilərək 64 simvollu minimal əlifbada kodlaşdırılarsa informasiya həcmi neçə bayt olar? 189-a bölünür, mənim 20 tapdım. 180 eynirsən? 9-a bölünür. Aha, 189-a bölürsən, 20 alırsan, üzr istəyirəm. 9-a bölürsən, 20 alırsan. Sonra 64 simvollu minimal əlifbada kodlaşdırılarsa informasiya 64 mənim 204 aha, 6'dır. aha. 6'nın değeri 206. Burada geliştim ben. Aysel, burada neçə almışsən sən cavabı? Hayır, ben burada 15 almışam. Neçə? 15. 15. Bax, Mətin, gəl sən bu üsulla getmə. Özünü çaşdırma. Nuraya mən izah eləyəndə aydın oldu sənə? Ha. Bax, 16 bit olanda həcm nə qədər olub? X olub, düzdür? Unicode-da. Hansı əlifbaya keçib? 128 simvol əlifbaya. Yəni 7 bit olanda həcm nə qədər azalıb? X-nin 180. Şö. Buradan 16x bərabər, yox, üzr istəyirəm. 7x bərabərdir. 16x çıx 2880. 16x-dən 7x çıxan neçə eləyir? 9x. 9. Yəni x-i birbaşa tapaq. 2880-i bölürəm 9. Eləyir 320. Deməli x-i neçə tapdıq biz? 320.
320 nə? Bit. Bizə byte trans deyir. Gəlin bitdən byte-ə çevirək, 8-ə bölürəm. Elədi neçə byte? 40 byte. İndi bizə deyir bunu hansı əlifbaya çevir? 64 simvol əlifba. Yəni 206 olacaq. İndi buna da kiçik bir tənasib qura bilərsən. Deyə bilərsən ki, 16 bit olanda bizdə həcm nə qədərdir? Gəlin indi bitlə yazaq da. 40 byte-ə birbaşa bitlə yazaq. 320 bitdir. Bəs 6 bit olarsa nə qədər olar? Vəsə, qutardı, getdi. 320 vur 6 böl 16. Bu da eləyir 120. Aydındır? Cavab 120-dir. Mənim 120 alacaqdım. Cavablarda 120 yoxdur deyə. Hə, yox, bir dəqiqə. Bu bitləndir. 120 bitləndir. Bölürsən 8-ə. Bu da eləyir 15 byte. Hə, sən bayaq 9-u vurmalı, üzr istəyirəm, 20-ni vurmalıydın 6-ya, düzdür. Hə, gözüm gördüm cavabları. Düzdür. Yoldaşlar, mən bir dəqiqə gözlüyün gəlirəm. Bir dəqiqə. Sonra. Var yoldaşlar, yazın gəlsin. Əlliyə qədər var. 42 demişdim. 42. 1024 səhifədən ibarət olan sənədin Sahil, bu bayaqki suallar eynidir. Sətr vur, simvol vur, səhifə bərabər həcm tapırsan. 1024 səhifə deyirsə 210. Vur, 64 simvol 206. 32 sətr 205. İndi burada Sahil, ASCII yoxdur, Unicode yoxdur. Nə var? Buradan mən bir dənə bunun aşağısını görə bilmirəm. 42 özürlü sənəm. 64 min əlifbasından da qoyamsın. Mən burada bizdə ASCII-dən istifadə edəcəyik. Minimal əlifba. Sahil, 1024 səhifə deyir, yazmışam 210. 64 simvol yazmışam 206. 32 sətr yazmışam 205. İndi i-yə vurmalıyam. Burada ASCII də yoxdur, Unicode da yoxdur. Nə yazılıb burada? 1024 simvol. 1024x yazacağım mənə. Nə yazacaqsan? 1024x yoxsa sadəcə x mi? Sahil, səndən həcm səhifə soruşmur, səndən ümumi həcmi soruşur. Səndə ASCII verilməyib, Unicode verilməyib. 1024 simvolu əlifba verilib. 1024 simvolu əlifbada bir simvol yaddaşda neçə bit yer tutur? Bir simvol yaddaşda 8 bit. 1024-ü 8-ə böləcəyik. 1024 simvolu əlifbada bir simvol neçə bit yer tutur Sahil yaddaşda? Minimal əlifbədə bir simvol yaddaşda 7. 1024 simvol əlifba. 1024 200 neçədir? 1024 210. Deməli, bir simvol neçə bit olacaq? 210. Hartley düsturu 200 i-yə görə bir simvol neçə bit olacaq? Bir simvol onda mən yazmış var 210. 10 bit olacaq Sahil, 10. 1024 200 10 deyə i olacaq 10. 10-a vuracaq. Necə ki ASCII-də 8-ə vururuq. 256 208 deyə 8-ə vururuq. Unicode-da 16 bitə vururuq. 65 536 216 deyə 16 bitə vururuq. 1024 simvol əlifbada da bir simvol 10 bit deyə 10-a vuracaq. Aydındır mı? Aydın mənim indi. Eləyir 216 221 vur 10 bit. Bizdən də bunu soruşur byte, kilobaytla. Bitdən kilobayta keçənə nə edirik Sahil? Bitdən böyüyə keçəndə müəllim bölürük. Nəyə böləcəm? Burada da 200 sonunda bytedan kilobayta keçirik, elə müəllim. Bitdən kilobayta keçirik. 200-dür 13 müəllim. 213. 213-dən 221 gedir. 221 213-ə böləndə eləyir 208. 208-i 10-a vuracam. Yəni 256 vur 10. O da edir 2560 kilobayt. Cavab edir B variantı. Sonra Nə bu? yoldaşlar 60-a qədər var. 48 var. 48. Sahil tez yaz çevirim.
Yazdın? Keçin. Yaxşı. 48. Sinifdə hər bir şagird üçün şəxsi iş jurnalı tərtib edilmişdir. Hər bir jurnalda 2 kilobayt həcmində qrafik informasiya və 8192 simvoldan ibarət mətn informasiyası var. Jurnal 496 simvollu minimal əlifban standartı ilə kodlaşdırılmışdır. Bütün məlumatlar qovluğa yüklənən zaman ümumi həcm 140 kilobayt olur. Sinifdə neçə şagirdin olduğu müəyyən edin. Birinci mən Nuray, ümumi həcmi tapmalıyam. Daha doğrusu həcmi tapan düsturu yazmalıyam. İndi mən də baxıram ki, jurnalda 2 kilobayt həcmində qrafik informasiya var. 8192 simvoldan ibarət mətn var. Yəni bir jurnalda fərqi yoxdur. Şəkil də olsa, mətn də olsa, hamısı yaddaşda yer tutur. Deməli burada məndə 2 kilobaytlıq informasiyam var, qrafik. Bax bu. Bunun üstünə gəlməliyəm bax bunun həcmini. İndi baxım görüm ki, bu 8192 ilə simvol hansı əlifba ilə kodlaşıb? 4096 simvolu əlifba ilə kodlaşıb. İndi nə edirəm Nuray? Toplam 2 kilobaytın üstüne 490 gəlir. Nəyi gələrsən? Dedi olar cəmliydi də. Cəmlilik. İndi simvol sayımız 8192-dir. Hansı əlifba ilə kodlaşdırılıb 8192 ilə simvol? Unicode. Unicode sözü görsən sualda. Nə görsən bəs? Aslı yoxdur. Aslında Bu cümləni oxu. Oxu bir dənə səsli. jurnal 496 simvolu minimal əlifba standartı ilə kodlaşdırılmış. Aha. Bütün məlumatlar qovluğa Yox, yox, elə bu cümləni, bu cümlə. Nə edəcəm indi? 496 212 Aha. Yəni hə? 12 bitti. Ay, sağ ol. Simvol sayımı seçidən də Nuray. 12. Simvol nə? 12 burada nədir Nuray? Mənə deyilən görüm 12 nədir burada? Gücü onun gücü. 200 de iyi değildi. 12 nədir? Dəftərinizə qayda yazdırmışam. Yoxmursuz qaydanı dəftərdən. Dəftərin yanındadır, qayda dəftərin. Bir simvolun həcmi Ay, sağ ol. Deməli, bir simvol yaddaşın neçə bit yer tutur? 496 simvol əlifbada. 12. 12 bit. Neçədən simvolumuz var ümumi? 496. Əzizim, nətər 496 ola bilər? Oxumursan buranı? O əlifbadır, bunu boş ver. 496 simvolu əlifba getdi. Tapdıq ki, bir simvol 12 bitdir o əlifbada. Simvol sayım neçədənədir bəs? Ha, 8192. Bəli, 8192 də 213 deməkdir. Deməli, 213-ü nəyə vuracam? 212. Nuray, 8192 nəyə vuracam? 12-yə. 12. Niyə 12-yə vururam? Çünki bir simvolun həcmi 12 bitdir. Düzdür? Bax, bu da kilobaytlandır, bu da kilobaytlandır. Nə etməliyəm? Burada bitlə tapırıq 12 bit. Bu nə etməliyəm? Kilobaytı bir sonra. Bəlkə tərsinə? 2 kilobaytı. Bəli, necə çevirəm? Kiçikdən böyükdən vururuq. Kiçikdən böyük keçənə vururuq, hə? Hansı, nə mətnimizin adını qoymuşdum mən? Kabab. Böyle. Nəyə böləcəm? 200'lü 12. Neçə kilobayt oldu? 12. İxtisar getdi da, düzdür? 2 kilobayt burada, 12 kilobayt da burada. Bu oldu ümumi neçə kilobayt? 14. Mən tapdım ki, bir tələbə üçün, bir şagird üçün bizim faylımızın həcmi nə qədərdir? 14. İndi 14-ü vuraram şagirdlərin sayına, taparam ümumi həcmi. Məndən zaten şagirdlərin sayını soruşur. 14-ü vuraram x-ə bərabərdir.
Ümumi həcm nə qədər verib? 8192 simvol verib. Nə? O da 12. 8192 simvol verib. Yox, ümumi həcm nə qədər verib məsələn şərtində? 140 kilobayt. Bəli, bərabər edirəm 140 kilobaytı. X nəyə bərabərdir? 140, 14 ve 10. Aydındır? Evet. Onlara şagird. Aydındır 100%. Bəli. Onu başdan deyən görüm neynədim? İlk önce 2 kilobayt həcmli qrafik informasiya var idi. Aha. Tüm mətn informasiyası 8192 simvoldu və 213 idi. Minimal alfa standartda 4096, 212, o da 12. Ay sol. Sonra? Biti bayta çevirdik, kilobaytla toplamaq üçün ümumi həcm. Aha. 12 kilobayt olmuşdu. 12 ilə də 2 toplamışdıq, 14 kilobayt. Ay sol. Həcmində 140 idi, 140 oldu. Yəni bir şagirdə düşən informasiya 14 kilobayt, 14 x-a vurdun 140-a bərabər edin. Düzdür? Evet. Sonra 57. 57-yə qədər var. 57. Yaxşı, bunları yazmısınız. 51-i. Sonra 53-ü. Aysel yazmısan bunları? Mən yazmışam. Nuray yazmısan? Bəli. Tamam. 57. Şagird Unicode-da mətn yazır. Yazıb əlavə boşluqlar yoxdur. İlan, tıspağa, kərtənkələ, timsah, çıx, yəni tre, sürünənlər sinfinə aiddir. Nöqtə. Sonra bir sözü silir. Söz silinərkən lazım olmayan boşluq və vergüllə birlikdə silinir. Əgər silindikdən sonra məlumatın informasiya həcmi 16 bayt azalarsa, şagird hansı sözü silmiş olur? Baxın, mənim yoldaşlar, bu cümlədən hər hansı bir söz silir şagird və sözü siləndə yanındakı vergüllə boşluq da silinir. O zaman yaddaşdan 16 bayt informasiya azalır. Hansı əlifba ilə yazır? Unicode-la. İndi mənə deyin görüm. Əgər 16 bayt həcm azalırsa, bu deməli neçədən simvol silib ki 16 bayt azalıb? 8 dənə simvol. Çünki Unicode-da bir simvol 2 baytdır. 16 bayt azarsa deməli 8 dənə simvol silib. O da timsahdır. Baxın, timsah sözündə 1, 2, 3, 4, 5, 6 dənə simvol var. Amma bizə deyir ki, sözü silinərkən lazım olmayan boşluq, burada boşluq var və vergüllə silinir. 6, 7, 8. Digər heç birində saysanız vergüllə boşluqla siləndə 8 dənə simvol eləmir. Deməli olacaq cavab B, timsah. Sonra 60. Üçdə biri silinməklə 70% arxivlənmiş və Unicode sistemindən ASCII sisteminə çevirdikdən sonra məlumatın informasiya həcmi 30 bayt olmuşdursa, onun ilkin informasiya həcmini tapın. Burada deməli 1, 2, 3 dəfə əməliyyat yerinə yetirilib və son nəticəni verib və bizdən ilkin nəticəni istəyib. Deməli, bizim son nəticəmiz 30 baytdırsa, biz gedib ən birinci nəticəni tapmalıyıq. Bunun üçün geri qayıtmalıyıq. Baxın, nə edib? 30 baytdan əvvəl nə baş verib? Unicode sistemindən ASCII-yə keçib. Deməli, biz təzən ASCII-dən Unicode-a qayıtmalıyıq. Deməli, nə etməliyik? 2 bayta vurmalıyıq, yəni 60 bayt. Yəni 60 bayt olmalıdır. Normalda 30 olub ən sonda Unicode-dan ASCII-yə keçsən. İndi ASCII-dən Unicode-a qayıtmaq üçün 2 bayta vuracaq, olacaq 60. Sonra nə edib? 70% arxivləşib. Deməli, bu 60 bayt nə zaman olub? Faylın həcmi 70% azalanda.
Yəni 70% həcmini azaldanda 60 olur. Deməli 60 bu 30%dir, bəli. 60 30%dir. Çünki 70 azalıb. 70% azalıb yerdə 60 bayt qalıbsa, deməli yerdə qalan o 60 bayt 30%dir. Mənə indi bunun 100% lazım. Yazıram 100% x. Aydınmı? Yəni 30% 60 olan ədədə tapıram. Bunun üçün də 160-a vurub 30-a böləcəm. Bu deyilir 200. Tapdım ki x neçə olub? 200. 200 bayt. Orada bu 3də birindən silinəndə də dəndə mən də 600-dür da orada 3 dənə 200 manada 600. Yox. 3də ikisi 200 olan ədəd tapırıq. O da 300-dür. 300-ün 3də birini siləndə 200 edir. Baxın, 300-ü 3də 1-ə vururam, yəni 3də birini tapıram. Bununla bu gedər, qalar 100. 300-dən də 100 çıxan neçə eləyir? 200. Görürsünüz? Deməli 300-dür cavab. D variantı. 3də birini tapıb çıxanda 200 qalırsa, deməli bu ədəd 300-dür. Başa düşdüm. Nuray, aydındır sənə? Bəli. Sonra 63 var mənim. neçə? 63-də nəsə problem var mənim, baxın görün. Mən orada 25 almışdım, variantım yox idi. 63? Baxaq 63-sən. Ha. $32 simvolu minimal əlifbada kodlaşdırılmış məlumat 1024 simvolu minimal əlifbaya çevrildikdən sonra yarısı silinmişdir. Bundan sonra məlumat həcmi 25 bayt olarsa, onun ilkin həcmi neçə bayt olar? Aha, necə eləyərik, Aysel? Mən deyil hətə yazmışam. Deməli, burada 32 simvolu minimal əlifba deyirsə, bir simvol əvvəlcə yaddaşda 5 bit yer tutur, sonra da artıq bir simvol yaddaşda 10 bit yer tutur. Yəni, bizim ümumi həcmimiz 2 dəfə artır. Ondan sonra deyil, yarısı silinir. Gəb eləyək də, gəb eləyək Aysel. Axırdan əvvələ gedək, bax. Yarısı silinib deyirsə, deməli bu 25-dirsə, yarısı silinməmişdə neçə olacaq? 50 olacaq, düzdür? Aha, indi 32 simvolu minimal əlifbadan 1024 simvolu minimal əlifba olub. İndi biz 1024 simvolu minimal əlifbadan hara qayıtmalıyıq? 32 simvolu minimal əlifbaya qayıtmalıyıq. 2 dəfə azalır. İndi 50 baytı bitə çevirsəm ki, bunlar bit olacaq deyə, 50 bayt neçə bitdir? 400 bit. Düzdür? İndi 1024 simvolu əlifbada bir dəqiqə 1024 simvolu əlifbadan biz qaydanda 32 simvolu əlifbaya 1024 200 10-dur, 32 200 5-dir. Deməli ondan 5 azalacaq. Yəni 2 dəfə azalmalıdır. Hə, 400-də 2 dəfə azaldanda neçə olacaq? 200. 200, bir dəqiqə, 200 bit. 200 bit. Biz onu bayta çevirəndə olacaq necə? 208-ə bölünür. 25. 25. Bəli, mən 25 almışam. Mən deyildim. 25 bayt. Tamam, bir dəqiqə. Deməli bizdə 25 baytdır. Bu 32 simvolu əlifbadadır. 25 bayt bitə çevirsək 200 bit eləyir. 25 bayt. 25 baytı bitə çevirəndə elədi 200 bit. 200 biti də 1024 simvolu əlifbaya çevirsək, deməli 2 dəfə artırmalıyıq, olacaq 400 bit, yəni 50 bayt. 50 bayt düzdür da 25-dir cavab. Buradan bir dənə 0 silsək 25 olur. Yəqin ki. Çünki 250 bayt olsa, 250 baytı bitə çevirəndə neçə eləyir? Gəlin bir dənə baxaq. Eləyir 250 vur 8, 2000 bit. 2000 bit. 5 bitdətcə 10 bit olacaq x. Yəni bir dənə 0 artırsaq yanına 20.000-i bölməliyəm 5-ə. Eləcək 4000 bit. 4000 biti də bayta çevirsəm 8 bölsəm eləcək 500.
500 baytın da yarısını siləndə 250 bayt verir. Hə, bir dənə sıfır artıq olub, heç. Cavab elə 25 Y variantı. Sonra Orada yemədim 60. neçə? 63 nə? Qutardı. Bunları eləmişsiniz 55, 56. Tamam, şükür Allaha. Əsas oda yazmısınız. İndi mən sizə deməli evə verəcəm nəyi? Mənim özüm sizə PDF atacağım. O da simulların kodlaşmasına aiddir. Oradakı suallar bundan biraz daha rahatdır. Onları deyəcəksiniz gələn dərs üçün. İndi gəlin biz keçək yeni dərsimizi. Gözləyin, açım yeni dərsimizi. Yeni dərsimiz olacaq video, audio və qrafik faylların kodlaşması. Bizə video informasiyanı kodlaşması düşür. Necə? Bizə video düşür, video. Sizə nəyə düşür? Video var, video. Adamı deyilən video var, bizə düşür. Hə, video. Ona dəqiq baxaram. Video informasiyası sizə düşübmü heç bu günə qədər? Düşmüşəm, mən ona görə deyim. Hə, baxaram mən. Dəqiq baxaram. Zaten eyni şeydir. Qrafiki biləndən sonra video da eyni şeydir. Problem deyil yəni. Bir dənə orada kadr sayı var da, yəni qeyri-adi bir fərqi yoxdur. Ona görə mən həmişə öyrədirəm yenə də. Bizim şey hardadır? Kompüter qrafikası. Hə, burada. Gözün nəzəriyyəni açım. Yox, bu yox. Ekran paylaşım. Hə. Atarsınız da qrupa. Göndərəcəm. Zaten mən ilk dərsdə nə demişdim sizə, Mətin? Dedim, bir dənə link göndərirəm. Bundan sonra bir də link göndərməyəcəm. Bütün dərslər hamısı onun içində. Girib baxmırsınız ki, linkin içinə. Hə? Mən baxıram mən. Və mən dedim ki, bir dənə linki ilk dərsə göndərdim. Dedim ki, daha bundan sonra hər dəfə link atmayacam sizə. Yəni bir dənə nə atıram hər dəfə? Həmin linkin içərisində playlist kimi yaratmışam. Hər dərs qutarandan sonra girib görəcəksiniz ki, dərsiniz ordadır. Aydındır? Yəni bu dəqiqə orada var. Deməli yoldaşlar, indi keçirik biz yeni dərsimiz. Yeni dərsimiz kompüter qrafik təsvirlərin kodlaşmasıdır. Üzr istəyirəm bir dəqiqə. Aha. Qrafik təsvir yoldaşlar nədir? Bütün gün telefonla çəkdiyiniz şəkillər, kamera ilə çəkdiyiniz şəkillər, yəni çəkdiyiniz şəkillərin hamısı qrafik təsvir adlanır. Hər biri. Instagramda, WhatsAppda, statuslarda paylaşdığınız şəkillər hamısı qrafik təsvirlərdir. İndi artıq bu dərsinizdə siz öyrənəcəksiniz ki, bu qrafik təsvirlər necə olur ki, yaddaşda yer tutur. Necə yaddaşda yer tutur, yəni bu qrafik təsvir? Qrafik təsvirlərin, yoldaşlar, növləri var. Vektor, raster, üçölçülü, fraktal. Sizə qəbula misal cəhətdən, məsələ cəhətdən yalnız düşə biləcək raster. Əsasən raster düşür, çünki hesablama rasterdə olur. Rasterdə olur. Raster təsvirlərdə minimal element piksel adlanır. Məsəl üçün, deyirik, mənim telefonum 100 megapiksel kamerası var. Bu nə deməkdir? Heç bilirikmi? 100 megapiksel nə deməkdir? Yadda saxlayın ki, bütün təsvirlər kiçik-kiçik kvadratlardan yaranır. Aha. Kiçik-kiçik kvadratlardan yaranır. Yəni, balaca-balaca kvadratların özlərinin rəngi olur. O və rənglər hər biri birləşir, bir dənə qrafik təsvir əmələ gətirir. Fikir verin. Burada bir quş ikonu var və fikir verirsiniz, nədən ibarətdir? Kvadratlardan ibarətdir. O, telefonda da olur, şəkili yaxınlaşdıranda görürsünüz, kvadrat olub. Heç görmüsünüz elə bir şey? Hamı görüb onu. Telefonda şəkili yaxınlaşdıranda keyfiyyət azalır belə. Kvadrat görsən. Bax, o hadisəyə pikselləşmə hadisəsi deyilir.
Çünki sizin telefonunuzda olan bütün təsvirlər raster təsvirlərdir. Və raster təsvirlərdə minimal element pikseldir deyə, o piksellər birləşir hamısı raster qrafikasına əmələ gətirir, raster təsvir əmələ gətirir. Və mənfi cəhəti ilə ən birinci mənfi cəhəti odur ki, raster təsvirlərdə piksellər olduğuna görə yaxınlaşdıranda görüntü keyfiyyəti azalır. Yəni şəklin keyfiyyəti azalır. Çünki ancaq kvadratlardan ibarətdir. Və elə bir raster təsviri yoxdur ki, onun pikseli olmasın. Yəni zaten raster varsa piksel var. O bizim dediyimiz o mənim telefonum 100 megapiksel çəkir də oradan gəlir. Yəni sizin çəkdiyiniz o telefonla çəkdiyiniz şəkildə 100 dənə megapiksel var. Megada 10 üstü neçədir? 10 üstü 6-dır. Fizikadan keçirsiniz də kilo 10 üstü 3, mega 10 üstü 6. 10 megapikseldir. 10 vur 10 üstü 6. Yəni 1 milyon. Deməli sizin çəkdiyiniz o şəkildə, yəni 100 megapiksellik telefonla və ya kamera ilə çəkdiyiniz şəkildə ekranda, yəni şəklin özündə maksimum 10 milyon dənə nə ola bilər? Piksel ola bilər. Və yadda saxlayın, o piksellərin sayı nə qədər çox olarsa, bir qrafik təsvirin görüntü keyfiyyəti o qədər yaxşı olar. Yadda saxlayın, piksel sayı çoxdursa, qrafik təsvirin keyfiyyəti çoxdur. Piksel sayı azdırsa, qrafik təsvirin keyfiyyəti azdır. Qrafik təsvirin keyfiyyəti az olur. Ona görə həmişə çalışırlar ki, elə bir kamera alsınlar ki, insanlar piksel sayı çox olsun. Eləcə də bu ekrana da aiddir. Telefonun ekranına, monitorun ekranına, nə bilim evdəki televizorun ekranına, yəni displeyi olan bütün cihazların piksel sayı önəmlidir. Bu YouTube-da videonun keyfiyyətini dəyişirsə 1080 qoyursunuz. Siz o bilirsiniz 1080 nə deməkdir? Hə? O deməkdir ki, siz 1080 qoyanda bax yuxarıdan aşağı 1080 dənə piksel olur. Soldan sağa, yəni yuxarıda da, yəni soldan sağa olacaq 1920 dənə. 1080p keyfiyyəti Full HD adlanır. Full HD. Bunun görüntü dərinliyi, piksel sayı 1920-nin 1080-ədir. Siz ona görə 1080 deyirsiniz. Yəni 1080 dənə belə piksel olur, 1920 dənə belə piksel olur. 760 qoyanda fikir verirsiniz, görüntü keyfiyyəti aşağı düşür. Çünki onda piksel sayı get-gedə azalır. Ən zəif hansıdır YouTube-da? 144. Yəni düşünün ki, 144 dənə piksel var cəmi. Yuxarıdan aşağı. Yəni şaqil nöqtələrin sayı 144 dənə olur. Üfüqi dəqiq bilmirəm. Baxmaq olar ona bir dəqiqə. Screen resolution sizes. Resolution şey deməkdir, ölçü. Bayağı yazılıb burada. 1980-ə, 1920-yə, 1220-yə, 2560-ın 1440-a, 2560-ın 1600, 4K 3840-ın 2160-adır. Mənim kompüterin ekranı 4K-dır. Ekranı 3840 vur 2160 dənə piksel var. Yəni görək neçə dənə? 3840 vur 2160. 8.294.400. Bir də bunun təsiri çıxıb 8K. O ondan da yüksəkdir. Görün burada var 8K. 8K bunda yoxdur. Get-gedə pikselin ölçüsünə görə dəyişir. Yəni normalı hansıdır? 1920-nin 1080-ədir. Aydın mı? Burada da ekran ölçüləri yazılır. Aha. Deməli bildik ki, bir raster təsvirdən piksel sayına qədər çox olarsa, görüntü keyfiyyəti bir o qədər yaxşı olur. Piksel sayına qədər az olarsa, görüntü keyfiyyəti o qədər az olur. Və bir də rəng sayı var ki, o rəng sayının önəmi var. Rəng sayı nə qədər çox olarsa, qrafik təsvirin həcmi bir o qədər çox olur. Bəs bu rəng sayı nədən asılıdır? Heç nə, şəkildəki rəngdən. Biri var, siz götürüb telefonların ağ bir divarın şəklini çəkirsiniz. Bir də var, bir meşənin şəklini çəkirsiniz və ya çölün şəklini çəkirsiniz. Hansı yaddaşda çox yer tutar sizcə? Meşənin şey. Niyə? Rəng çox olunur. Arası çoxu. Çünki rəng çoxdur. Ağ divarın şəklini çəkəndə bu o deməkdir ki, bu şəkildə ancaq ağın tonları olacaq. Amma biz bir çölün, yəni çoxlu rəng olan bir yerin şəklini çəkəndə orada rəng sayı çoxalır. Yəni daha çox rəng var şəkildə. O zaman nə baş verir? Həmin şəkil yaddaşda o qədər çox yer tutur.
Aydınmı? Rəng sayı düsturumuzda 2 + n düsturuna təyin olunur. Görürsünüz yenə də 2 istifadə. 2 + n. 2 + n düsturuna təyin olunur ki, bir təsvirdə 2 istifadə ilə rəng ola bilər. Bu n nədir bəs burada? N də bir pikselin yaddaşda tutduğu yerdir. Açın dəftəri yazın. Yazın ki 2 + n 2 + n ümumi rəng sayını təyin edir. n ümumi rəng sayını təyin edir. N bir pikselin bir pikselin həcmidir. Ölçü vahidi də bitdi. Elə ki o əlifbada 2 i var idi. 2 i əlifbanın gücünü təyin edirdi, ümumi simvolların sayını. I bir simvolun həcmi. Burada da elədir. 2 n ümumi rənglərin sayı, n də bir pikselin həcmi. Aha. Yazdırsanız. Sonra bunu da dedik. Yazın ki bir qrafik təsvirdə piksel sayına qədər çox olarsa bir qrafik təsvirə piksel sayına qədər çox olarsa qrafik təsvirin keyfiyyəti bir o qədər yaxşı olar, çox olar. Qrafik təsvirin keyfiyyəti bir o qədər çox olar. Yaddaşı tutduğu yer, yəni belə yazın da, qrafik təsvirin keyfiyyəti və həcmi çox olar. Yəni hər ikisi çox olur. Piksel sayı çox olanda keyfiyyəti yaxşı olur, amma yaddaşda tutduğu yerdə çox olur. Piksel sayına qədər çoxdursa, yaddaşda tutduğu yer və keyfiyyəti bir o qədər çox olar. Yazın ki, rəng çaları. Rəng sayı, rəng çaları da adlanır yoldaşlar. Rəng çaları, rəng sayı eyni şeydir. Rəng çaları nə qədər çox olarsa, hətta rəng palitrası dedir. Bax, rəng çaları, rəng palitrası. Palitra. Bir də rəng sayı. Bu üçü də eyni anlayışdır. Rəng çaları, rəng sayı, rəng palitrası. Nə qədər çox olarsa, yaddaşa tutduğu yer bir o qədər çox olar. Hə. Rəng çaları nə qədər çox olarsa, yaddaşda tutduğu yer bir o qədər çox olar qrafik təsvirin. Bir də bax bu n var ha, bayaq yazdığım bir pikselin həcmi. Bunun da adı var. Rəng tərtibi, bir də rəng dərinliyi. İkisi də eyni şeydir.
Rəng tərtibi, rəng dərinliyi. Bu n-dən söhbət gedir. Bax, tərtiblə dərinlik deyəndə söhbət n-dən gedir deməli. Tərtiblə dərinlik deyəndə söhbət n-dən gedir. Aha. Bunların hamısını dedim. İndi biraz da misallara baxacağıq. Vektor təsvirlər isə yoldaşlar. Burada piksel yoxdur. Vektor təsvirlərdə. Ancaq xətlərdən ibarətdir. Yəni vektor təsvir düzəldəndə ancaq xəttdən istifadə olunur. Və ona görə də raster təsvirlər real şəkilləri əks etdirir. Yəni insan şəklini raster təsvirdən çəkə bilirsən. Yəni canlı insan deməkdir o. Amma vektor təsvirlər heç vaxt canlı insan təsvirini əks etdirə bilməz. Baxın, yazıram bura vektor images, yəni vektor təsvirlər. Fikir verin, heç vaxt canlı bir insan görə bilmərsiniz, canlı bir varlıq görə bilmərsiniz. Ancaq multfilmdə, elə bilin ki, cizgi film, kartun deyirlər də buna. Fikir verirsiniz, bunlar hamısı vektor təsvirlərdir. Heç vaxt real insan ola bilməz burada. Heç bir halda. Yəni deyirəm, olar əslində düzəltmək olar, amma yenə də həmin insan şey kimi görsənəcək də, bir çizgi roman kimi görsənəcək. Aydındır mı? Real görünməyəcək. Yazıram raster. Raster heç nə, hər bir şey. Hər bir şey rasterdir. Bax, bu rasterdir, real insandır. Bu vektordur. Bu rasterdir, bu vektor. Fikir verirsiniz? Yəni vektor ancaq multfilm kimi görsənəcək, cizgi film kimi görsənəcək. Amma raster konkret real insan görünüşündə olacaq. Aydındır mı? Sualınız varsa verin. Yoldaşlar, sualınız var? Yoxdur. Sahil, aydındır hamısı. Anladım. Tamam. İndi raster yazılıb burada. Heç bura baxmıram bayaqdan. Rəng çaları 2 üstü n-dən təyin olunur. Yuxarıdakı rəng dərinliyi adlanır, eləcə də tərtibi adlanır. Yəni, məsəl üçün, rəng çaları 256-dırsa, deməli, orada 1 piksel yaddaşa 8 bit yer tutur. Əlifba ilə eyni şeydir. Əlifbalarda necə qüvvətə baxırdıq, burada da elə. İndi, biz bir təsvirin yaddaşda tutduğu yeri necə tapırıq? Baxın, yazıb 1920-1080 piksel ölçüsündə bir şəkil 24 bit dərinliyi ilə kodlaşdırılıb. Həcmini tapın. Yazın düsturu. Yazın ki, raster təsvirin yaddaş düsturu. Həcm düsturu. Yazın. Şaquli nöqtə. Şaquli vur üfüqi. Şaquli. Yəni elə notepad açım yazım. Dəqiqə. Şaquli vur üfüqi vur n bərabərdir həcm. Həcmdə bitrən tapırıq. Şaquli üfüqi siz nədir? Bir qrafik təsvirin şaquli piksellərin sayı, üfüqi piksellərin sayı. Bayaq dedim 1920-1080. Bu üfüqi piksellərin sayıdır. Bu da şaquli. Şaquli yuxarıdan aşağı, üfüqi soldan sağa. Elə bir şey. Şaquli üfüqi. Bu piksellərin sayı bir-birinə vururuq. Olur. Bizim ümumi piksel sayımız. Elə bilin ki, düzbucaqlının sahəsini tapmaq üçün istifadə edilən düstur var. Eni uzun. Bu da eyni şeydir. Elə bilin ki, bir düzbucaqlıda eni uzununa birinə vururuq. 1920 vur 80. Hə. Şaquli nöqtələrin sayı vur. Üfüqi nöqtələrin sayı vur n. N nədir burada deyin görüm. Bayaq izah elədim. 1 piksel. ISO. 1 pikselin həcmi bərabərdir həcm. İndi gəlin baxaq. 1920-ni 1080-ə deyirsə, 1920 vur 1080 n-dən neçə verib? 24 bit dərinlik. 24. Bərabər bu qədər bit və ya bu qədər kilobayt. Gəlin bir suala baxaq. Yazıb ki, əgər ölçüləri 128-in 256 pikseldən ibarət qrafik təsvirin hər bir pikseli 64 sayda rəng çalarından birində olarsa, ona bu qrafik təsviri yadda saxlamaq üçün ən az neçə kilobayt yaddaş lazımdır? Heç nə. 128, 207. 256, 206. 208, üzr istəyirəm.
Sonra bizə nə deyir? Deyir 64 sayda rəng. Düsturumuz nə idi? 2 üstə n. 64 2 üstə neçədir? 2 üstə 6. Deməli n bərabərdir 6-ya. Vur 6. Qutardı getdi. Ha, burada səhv yazılıb. Bu səhv yazılıb bura. Aha. Bundan eləyir 2 üstə 13. Vur 6. Üzr istəyirəm. 2 üstə 15. 2 üstə 13 yox, 2 üstə 15. Bizə nə ilə istəyir? Kilobaytla. Bitdən kilobaytı keçəndə 2 üstə 13-ə böləcəm. Qalacaq 2 vur 6, o deyəcək 12. Aydındır yoldaşlar. Əla. Bir də yoldaşlar, standart rənglər var. Baxın, biz dedik ki, bir qrafik təsvir həcmi tapmaq üçün şaqil nöqtələrin sayı, üfüq nöqtələrin sayı, bir də rəng sayı önəmlidir ki, oradan eyni tapaq. Bir də standart rənglər var. Necə ki, ASCII Unicode var idi. Deyirdik ki, ASCII-də 1 byte 8 bitə vur, Unicode-da 2 byte 16 bitə vur. Amma bunlar standart idi. Bir də var idi qeyri-standartlarda, yəni simvollu əlifba. Elə bilin ki, bayaq o yazılmışdı, 256 rəng çalar. O qeyri-standart simvollu əlifbadır. Yəni orada özümüz tapırıq eni. Amma bu RGB 2 dənə rəng standartımız var. RGB, CMYK. Bunlar standartdır. Burada bax bu n həmişə stabil qalır. Eyni rəqəmə vururuq. RGB deyəndə 3-ə vururuq, CMYK deyəndə 4-ə vururuq. Özdə niyə? RGB-də 3 dənə rəng var deyə 3-ə vururuq, CMYK-da 4 dənə rəng var deyə 4-ə vururuq. Görün necə rahat yadda saxlamaq. RGB hansı rəng? Necə? Deyirəm 3 byte. Bəli, 3 byte. RGB hansı rənglərdən ibarət? Red, green, blue. Fikir verin, baş hərflərdir. R, G, B, RGB. Hansı rənglərdir? Qırmızı, yaşıl, mavi. Deməli, burada 1 piksel neçə byte'dır? 3 byte. CMYK hansı rənglərdən ibarətdir? Cyan, magenta, yellow, black. Cyan firuzəyi rəngdir. Firuzəyi, mavi deyirlər. Bax bu. Üzr istəyirəm, bu. Firuzəyi, bu. Blue mavidir, budur. Bu firuzəyidir. Magenta marqanisi rəngidir, yəni bənövşəyi. Yellow, sarı, black, qara. Burada da 4 dənə rəng var. Neçə vuracağıq? 4 byte-a. Hələ bir dənə sual verə bilərəm. CMYK dediniz, axırıncı hərfi K-dır, amma burada axırıncı rəng black-dır, bu ilə başlayır. O necə olur? Necə? CMYK-da axırıncı K hərfidir, burada amma axırıncı rəng black-dır, bu ilə başlayır. Hə, onun şeyi var, axırıncı elə bilin ki, K-nı götürüblər burada. Black-ın K-sını götürüblər. Hə. Burada 4 byte-a vururuq. Yəni, məsələn, bizə desə ki, gəlin bir misal quraq özümüzdən. 512 256 pikseldən ibarət qrafik təsvir RGB rəng çaları ilə kodlaşdırılmışdır. Təsvirin həcmini tapın. Heç üçün çox sadə. Neyniyəcək? 512 vur 256 vur 3. Aydındır? Bunun həcmi olacaq. RGB deyəndə 3-ə. Yox. Bunu CMYK deyirsə neçəyə vuracam? 4-ə. Elə bilin ki, indirəm. ASCII-nin Unicode kimi standart. Bitlə desə, RGB-də 3 byte neçə bitdir? 24 bit olacaq. CMYK-da 4 byte 32 bit olacaq. Aydındır? Yəni, bununla belə götürə bilərik. Necə ki, orada 816 var idi, burada da belə. Bir də bu rənglərin kodları var, yoldaşlar. Bunlar qəbula düşmür. Yəni, görməmişim heç qəbulda olsun. Amma bilsəniz yaxşı deyirəm ki, rəngin kodu var. Biz məsəl üçün, gözünü sizə göstərim. Word proqramında simvolların rəngi olur. Bax, məsəl üçün. Və buraya yazıram informatika. Burada mən rənglər seçirəm. Görürsünüz, rənglər dəyişir. Yadda saxlayın, bu rənglərin hər birinin şeyi var, kodu var, hamısının. Bax, gəlin, o kodlara baxaq. Gəlirəm, buna vurub more colors edirəm. Burada custom edirəm. Bax, burada kodu var.
16-lıq kodu. Məsəl üçün, bir dəqiqə, bu niyə verilir? Ha. Bax, məsəl üçün, ağın 16-lıq kodu nədir? Gəlin ağ eləməyək, qara eləyək. O zaten qara, gəlin qırmızı eləyək. FF 0000 yazıram. DS ilə qoyulur. FF 0000. Gördünüz? Qırmızı rəng oldu. Sonra yaşıl 00 FF 00 00 FF 00. Gördünüz? Yaşıl rəng oldu. Aydınmı? Bu kodları bir onluq say sistemində qeyd olunur. Bir də 16-lıq say sistemində qeyd olunur. Onluqla F-lərin yerinə 255 qoyulur. 16-lıqda elə F qalır. Ağ rəngin kodu nədir? 255, 255, 255. Yəni FF. Qara rəngdə nədir? 000. Burada olacaq 000000. Qırmızıda 255.0.0. FF.00.00. Fikir verin, görün, birinci R gəlir, sonra G, sonra B. Red, green, blue. Fikir verin, red, qırmızı rəngdə birinci 255'dir. Bu birisilər 0'dır, fikir verirsiniz. İkincidə yaşılda, ortada 255 var. Çünki greendir, başdakılar 0'dır. Mavidə də, buluda da, birinci, ikinci 0'dır, üçüncü 255. Belə də yadda saxlaya bilərsiniz. Sarı 255, 0, bənövşə 255, 0, 255, firuzə 0, 255, 255. Aydındır. Belə, hələ ki... Hə, buyurun. Burada mənim 255 verilib də, bəs nəyə görə 16-lıqda FF verilib? F15 deyildi bəs. Necə? F15 deyildi mənim. Yox, onluğa çevirəndə 2 dənə F 255 eləyir. 2 dənə F, yan-yana 2 dənə F 16-lıq say sistemində. Onluğa çevirəndə 255 eləyir. Hə, bir dənə F 15-dir, düzdür. Orada 15 vur, 16 üstəgəl 15. Hə, hə. Aha. Hələ ki burada saxlayıram, yoldaşlar, qrafik təsvirlərdə. Gələn dərsi inşallah audio təsvirlər keçim. Zaten testlərdə audio çox deyil, əsas qrafiklərdir. Video ilə audionu gələn dərs deyəcəm ki, hələ ki beyniniz yanmasın. Hələ bunu öyrənin. Bu PDF-i sizin qrupa atmışam mən. Və audioya qədər oxuyasın. Onlar da öyrənməliyik, haykonluq. Bir dənə bunları bilsəniz kifayətli, düşdüyünü görməmişəm. Bitdə rəngləri bilsəniz kifayət. Monoxrom nədir? Ağ-qara rənglər. Biz zaten ilk dərsdə nə demişdik? İki müxtəlif vəziyyəti kodlaşdırmaq üçün bizə bir bit lazımdır. Bax, o bu deməkdir. Ağ-qara. 2 dənə rəng var, bir bit lazımdır. Çünki 2 dənə rəng var. 2 üstə n üstünə görə 2 üstü neçəyə bərabərdir? 1-ə. Deməli, 1 bit lazımdır. Aydındır. Təhlükəsiz paletra 8 bitdir. True color 24 bit, high color 16. Amma düşməyib bu günə qədər qəbula. Əsas mənə lazımdır bunları biləsiniz. Evə audio faylların kodlaşmasına qədər götürürsünüz. Testləri PDF atacam qrupa, həmin PDF işləməlisiniz. Bir də Koderadan deyim sizə. Bir dəqiqə. Zaten dərsimiz bir də ikinci gündür. Ona qədər vaxtınız var. Deməli, evə götürürsünüz nəyi? 3.5-i. 33 dənə cəmi test. Qeyd edilmişsə 3.5-ci bölməni. Cəmi 33 dənə test. 3.5-ci bölməni eləyirsiniz. İnşallah gələn dərs yox, artıq o birisi dərs ilk anlayışları bitiririk. Çünki əsas anlayışlar ən geniş bölmələrdən biridir. İnformatikanın əsas anlayışları. Biri Python'da, biri əsas anlayışlardır. Və bunu artıq yavaş-yavaş yekunlaşdırırıq. Kompüter qrafikasını bitirəndən sonra bir dənə qalır kod və kodlaşma bölməsi. Orada bir dənə kiçik bölmədir. Onlardan hamısını izah eləyəcəm, narahat olmayın, rahat formada eləyəsiniz. Əsas anlayışları bitirib sınaq eləyəcəyik. Görək, əsas anlayışlarda nələr öyrətdiniz. Sualınız var? Buyurun. Keçdiyimiz kodlaşdırma deyildir ki. Yox, bu kodlaşdırmadır. Bir dənə burada bölmə var, adı kod və kodlaşdırmadır. Orada biraz fərqli tipli testlər var. Onları da öyrədəcəm. Hə. Belə, sualınız varsa buyurun, yoxsa yekunlaşdıraq. Oldu, sağ olun, hələlik. Sağ olun.